qan şəkəri daha stabil olan insanlardır. Belə ki, bəzi insanlarda qan şəkəri güclü dalğalanmalar göstərir halda, digərlərində isə daha sabit, belə deyək, yüngül dalğalanmalar göstərir. Məhz bu yüngül dalğalanmalar olan şəxslər bu durumu daha yaxşı tolerə edə bilirlər. Digər tərəfdən isə bu qadınlarda çox görülən durumlardan biridir bəzi müəlliflərə, araşdırmacılara görə və bunu da qadınların, belə deyək, aylıq hormon döngüləri ilə əlaqəli olduğunu düşünürlər, amma bu o demək deyil ki, bu durum kişilərdə görülmür, kişilərdə də yetər qədər görünür. Hətta belə bir şey var ki, kişinin qəlbinə gedən yol mədəsindən keçir. Bu deməkdir ki, kişinin qarnını doyur, sonra ondan nə istəyirsən istə. Çünki o zaman kefi daha yaxşı olur və bunun da əksi olaraq açkən kefi daha pis olur, ortaya çıxır. Amma bu, dediyim kimi, qadınlarda da çox yetər qədər görünür. Və təbii ki, biz tibbdə bəzi şeyləri də genetika ilə əlaqələndirməyi sevirik. Tam olaraq hansı genlərin bunda rol oynadığı tam əmin olunmasa belə, bəzi müəlliflərin fikrinə görə bu mövzuda da genlərin öz rolu var. Bəs nə etmək olar bu durumda? Məhz bu cür aqressiv dalğalanmaların mümkün qədər qarşısını ala bilmək üçün əvvəla daha dərinə enmək lazımdır ki, nəyə görə qan şəkərimiz belə tez-tez dalğalanır, ya daha doğrusu güclü dalğalanmalar göstərir. Məhz bunun səbəbini bilmək olar. Bu zaman altda yatan gizli şəkərli diabet xəstəliyi ortaya çıxa bilər və yaxud da insulinə qarşı rezistentliyi ortaya çıxa bilər. Yox, əgər sizin bu kimi durumlarınız yoxdursa, yəni hər hansı bir müalicəyə səbəb olacaq bir durum yoxdursa, bu zaman müəyyən qaydalar tətbiq edərək həmin vəziyyəti yüngülləşdirmək olar. Məsələn, konkret qidalanma vaxtları özünüz üçün tərtib edə bilərsiniz. Hər kəsin öz orqanizminə uyğun olaraq, kimisi gündə 3 dəfə yeməklə özünü rahat hiss edir, kimisi 2 dəfə yeməklə, amma konkret qaydalar, daha doğrusu konkret vaxt tətbiq etməklə. Digər tərəfdən yanınızda atışdıra biləcəyiniz sağlam sinəklər, məsələn, cürbəcür ləpələr ola bilər və yaxud da məsələn barlar ola bilər, müxtəlif bitki tərkibli barlar ola bilər ki, hansı ki ya da meyvə o durumda, o anda ağzınıza atasınız, biraz sakitləşəsiniz. Əmin olun ki, bu şeyləri özü birə-bir yaşamış bir insan kimi deyə bilərəm ki, çox sakitləşdirir, çox fərq edir. Yanınızda belə şeyləri gəzdirməyiniz və onu həmin durumda ağzınıza atmağınız. Bu qədər bugünlük. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, faydalı olmuşdur. Faydalı olmuşdursa da kanala abunə olmaqla mənə dəstək olmağı unutmayın. Gələn videolarda